işdən bağlı direktdə xanımlar narahat edə bilər. Mən yadımdan çıxan sən də yazır. Bəli, əgər qaynaq istəyirsinizsə, bəli, necə qaynaq qoymaq istəyirsə, kreditimiz də əldə mövcuddur. Yəni kreditimiz də var. Kimin imkanı çatmırsa, baxır saça həsrət aparır. Bəli, orada gəlirsiniz. Bay Günlara xanımla məsləhətləşib kreditdən mövcuddur. Yəni kreditimiz də var. Heç bir xanım fikirləşməsin ki, ayala mən qoya bilmədim, kimsə qoydu, mən tamahım keçdi. Narahat olmayın, kreditimiz də var. Yəni onu kreditdən Günlara xanıma yaxınlaşıb deyəcəksiniz. Mən niyə utanmam ki? Sən gəlmə də başına dönüm. Sən niyə gəlsən ki mən? Mən yavaş-yavaş bütün hər şeyi örgədir. Birinci dün saç qaynağın başını yığmışdım. Bir də əlinə baxdım saç qaynağı, sabah da qaynaq yığılacaq. Daş başına. Tərbiyəni göstərirsiniz. Çox sağ ol götürən hədiyyən üçün. Mədəniyyətinizi göstərirsiniz. Ay bala, burada evimdə yaxşı analarımız var, bacılarımız var. Nə söyürsən? İşləyirəm deyəndə kurs örgəndim də, oxu. Gedirəm. Salam olsun, necəsən? Yaxşıyam, sən necəsən? Aleyküm salam Ayaz. Daş başına, tərbiyəsiz. Çox sağ ol, mən də yaxşıyam. Lezgi, teşekkür ederim hediyen için. Var olasın, salam olsun, necəsən? Yaxşıyam, Könül xanım, siz necəsiz? Yaxşıyam, Ürəm, siz necəsiz? Allah razı olsun. Salam Günay, salam. Hara çıxmadım? Çox sağ olun hədiyələriniz üçün, qəşəng. Elgiz, teşekkür ederim hədiyələriniz üçün, var olasınız. Salam Günay xanım, salam. Bizim de Bay Günlara salonumuz İnqilabda yerləşir. Kim istəyəcəksə gələ bilər, gözəlləşə bilər. Necə, Validə xanım, çox sağ ol, təşəkkür edirəm hədiyyən üçün. Var olasınız, gözəl hanım. Genel dediyim kimi, gözəl masaj var, sabah masaj aparatımız gəlir, saç qaynağıdır, ondan sonra kraskalardır. Bizim de kraskalarımız çok güzeldir. Yani o dükkanda aldığınız kraskalardan değildən yani. Gördüğünüz kimi mənim saçım necə rəng canlandırır, həcm verir, parlaq göstərir kraska. Bax, bütün rənglərimiz də var. Yəni istəsəniz gəlib, dırnaq mövcuddur, qaş parametri mövcuddur. Yəni ürəyiniz istədiyiniz Bay Günlara salonunda hər şey var. Salam Arzu, salam. Yaxşıyam, siz necəsiz? Yəni bəzi xanımlar, yəni büdcəsi zəif olan xanımlar da iş verməcəsi. Yəni burada dediyim kimi kredit də mövcuddur. Yəni ürəyiniz neçə santimetr istəyirsə, 70, 75, 60 neçə santimetr istəyirsə, işte o zaman da Bay Günlara salonuna yaxınlaşarsınız, görəcəksiniz inşallah. Kreditimizdən də əlavə edə bilərsiniz, gözəl xanımlar. O hansının da inşallah. Günlara xanım nömrəsini yazdım. Gördüğünüz kimi də
görürsünüz kim xanımlar yaza bilər. Hər şeyi ustamdan öyrənə bilərsiniz. Yox, niyə ağlamışam ki? Salam Ramin yerə salam. Baxaram, canlı yayın bağlarında baxaram. Gülnara xanım gənə nömrəsini yazdı, qoydu. Hə, verirlər. Niyə vermir ki? Hər şeyimi verirlər. Xanımların kim sual varsa çıxa bilər, yəni. Suallarını cavablandıra bilərik. Ayak sen deysənsə, hə, vaxtım olanda. Tamam, bu kim idi? Sizlik. Necəsən Rəyəm? Hoş gəlmişsən. Necəsən vəziyyətin sənin? Şükür, yaxşıyam. İşin də uğurlu olsun inşallah. Allah razı olsun, Allah köməyinizdə olsun. Olmayasın, bol ruzi qazanasan inşallah. Öz ayaqlarının ən əsası üstündə durasan. Allah səni ümumiyyətlə heç kimə möhtac eləməsin. Hərənin gözünü öz əlində eləsin. Amin inşallah. Amin. Yaxşı olar, həyatın da inşallah. Başqa mövzular atmaq istəmirəm. İnşallah qaydasına düşər. Əsas odur qədri bir bilən olsun. İnşallah. Çünki sən çox fədakarsan, dəhşət artıqlaması ilə fədakarsan. Səndə dayanma yoxdur, fədakarlığın stopu yoxdur səndə. Mən valla pis şeylər istəmirəm də, istəyirəm ki, Bilirəm. çox olsun. Allah'ın da olsun ki, bax Allah'ın da olsun ki, bay Gülnara salonu 2 ildir də mən. Görsə saçımı, qaynaqlarımı, zadımı hər dəfə görürdün studiyaya çıxanda saçım gah uzanırdı, qısalırdı. Yəni qaynaqlarımı o xanım qoydu. 2 ilini müəllim olmadı ki, 2 il sən satım, sənin altında bu adam qalın vacı da olurdu. Evində olurdu. Sən 2 il əgər səni çağırsa ki, Allah'ın da olsun ki, prosto bizə necə məhiyyəti üstünə düşmürdüm ki, Allah öyrənə biləcəm, götürə biləcəm, falan eləyəcəm, Heç kim fəhmin bu eləyəcəm. anasının qarnında öyrənməyib ki, hamı yenə sıfırdan başlayıb da, o mükəmməl olanlar da sıfırdan başlayıb da, birdən-birə heç kim professional olmur ki. Hə, o canı onu mamam da bir də danışdı, dedi qızımıza tapşırın. Deyirəm inşallah ki də əlim əsməz. O saçı qoyanda əlim əsməz. Amma müdürüm çox gözəl xanımdır. Yəni ki, rahat bir bırak. Hə, deyir rahat bura, sıxma özünü. Niyə sıxırsan? sağ ol. Sıxma. Sən əyri də qoya bilərsən, yapışdıra da bilərsən, yapışdırmaya da bilərsən. Bu etap keçəcək əlin yatana kimi. O günlərim Allah'ın da olsun ki, saç qaynağın başlığını verdilər yığmağa. Birinci əlim əsirdi. Sonra getdikcə alışdı, juta bilirəm azdan çoxdan. Gəlin öyrəşir də, belə bir çıxmaz. Nə ad vermək istəmirəm. Prosto 10 ilin, 15 ilin məşhur ustaları var ki, Allah'ın olsun heç eləyirlər. Vallahi. Hə, yox,
Mənim bari, mənim Baycunlara xanım var ya, o saç qaynağımı qoydu mənim. Bəlkə 7 ay saxladım saçımı. Bax saç gəlib bura düşürdü. Düşmürdü. De o insanın kleyi bilmem nətərdir. O saçlar çünki onun saçları o qədər təbiidir ki, kleyi də o qədər təbiidir ki, saç Mənim gəlib öz saçım uzundur deyə mən qaynaq heç elətdirməmişəm. Prosta aralıqlarına qaradı deyə qaradan çıxa bilmirəm də. Aralıqlarına qaynaq atdırdım. İnanırsan Arzu, mənim anlayışım yoxdur da o barədə. Saçım bilirsən elə bir ki gənək kimi düşdü saçıma. Pis günə qaldı ya. Adicə 5-6 dənə qaynaq atdırmışdım. Elə bir pişik tüküydü. Halbuki yəni onu demək istəyirəm ki, sən bacaracaqsan. Yəni burada o deməkdir ki, yəni görsən neçə il ustalar belə səhv eləyir, heç boyunlarına dalmır, elə bir ki belə də olmalıdır. Amma sən onu demək, sənin məsuliyyətli olmağından irəli gəl ki, görəsən bacararam, necə eləyərəm. Özünü rahat burax. Özümə fikirləşirəm. Duranda da fikirləşirəm. Valla bu qədər mənə əziyyət verir, şanslar verir, açılır. Yəni mən istəmirəm Nizam müəllim də bəhrəsini vursun. Məsələn, Günlara xanım söyləməsinlər ki, gətirdiyim bacarmadı. Onu istəmirəm. Amma bilsin nətər həyəcan keçirirəm. Allah həyəcanım çox həyəcan keçirirəm. Pis eləyəndə də üzülürəm, çox üzülürəm. Niyə bir dəfə pis eləyərsən, 2 dəfə pis eləyərsən. Aydıca mən təzə ailə quranda inansan nə qədər yeməkləri yoldaşmaqdır görə. Deyirdi ya bir dəfə yaxşı eləyərsən, bir dəfə pis eləyərsən. Nə qədər kotletlər yandırmışam. Nə belə indən indisində düz yaxşı bacarmıram. Amma 13 ildə hələ də deyir ki,